Salam əziz şagirdlər. Bugün biz sizinlə birlikdə maşın almaqla bağlı maraqlı tapşırıq nümunəsini nəzərdən keçirəcəyik. Gəlin tapşırığımızla tanış olaq. Chris yeni sürücülük vəsiqəsini alıb və ilk maşınını almaq istəyir. Aşağıdakı cədvəldə o, yerli avtomobil dilerində tapdığı 4 maşının xüsusiyyətlərini görür. Cədvəldə Astra, Bravus, Cresta və Dorin modeldə olan maşınlar haqqında məlumatlar verilibdir. Sual 1. Chris elə maşın almaq istəyir ki, o aşağıdakı şərtləri ödəsin. Birinci şərtimiz, qət etdiyi məsafə 120 min kilometrdən çox olmasın. İndi isə cədvəlimizə nəzər yetiririk və baxırıq ki, hansı avtomobil modelində qət olunan məsafə 120 min kilometrdən çox deyil. Cədvəlimizə nəzər yetirsək görəcəyik ki, Astra üçün qət edilmiş məsafə 105 min kilometrdir, yəni 120 min kilometrdən azdır. Bravus üçün 115 min kilometrdir, bu da 120 min kilometrdən azdır. Lakin Cresta üçün 128 min kilometrdir, bu isə 120 min kilometrdən çoxdur. Deməli, biz Crestanı ala bilmərik. Dorin üçün 109 mindir və bu da 120 min kilometrdən azdır. Deməli, birinci şərtə görə biz Cresta maşınını artıq ala bilmərik. Astra, Bravus və Dorin modelləri ilə davam edirik. İndi isə ikinci meyarımıza baxaq. 2000 və ya sonraki illərdə istehsal edilmiş olsun. Cədvələ nəzər yetiririk ki, bu maşınlar neçənci illərdə istehsal edilib. Astra 2003-də istehsal edilib, deməli biz Astranı götürə bilərik. Bravus 2000-ci ildə istehsal edilib, onu da götürə bilərik. Cresta'dan onsuz da imtina etmişdik, birinci meyarı ödəmədiyinə görə. Dorin isə 1999-cu ildə istehsal edilib, artıq biz Dorin'i də götürə bilmərik. Beləliklə, iki maşın modeli ilə davam edirik. Astra və Bravus. İndi isə üçüncü meyarımıza nəzər yetirək. Təklif olunan qiymət 4500 Z-dən baha olmasın. İndi isə maşınların qiymətinə baxırıq. Astra üçün qiymət 4800-dür və bu 4500-dən yuxarıdır. Bravus üçün qiymət isə 4450-dir. Bu isə 4500 Z-dən aşağıdır. Deməli, Chris'in seçdiyi maşın Bravus olacaq. Çünki bu parametrləri ödəyən cədvəldəki maşın Bravusdur. Doğru cavabımız Bravus modeli. Bu videonun da sonuna gəldik. Növbəti videolarda görüşənədək sağ olun.